Salam, Cərəy Əşirovun Möhtəşəm 26 kitabından sınaq 8-də 2-ci sualın izahını sizinlə paylaşdırıram. Sualımızda belə deyilir. Son qaz qarışığında azotun həzm payı 20%dirsə, ilkin qaz qarışığında hidrogenin həzm payını faizlə hesablayın. Biz ilk öncə nə eləməliyik? İlk öncə reaksiyanı yazmalıyıq. N2 ilə H2 reaksiyaya girəcək. Nə verəcək? Amonyak verəcək bizə. 2 yazıram bura, burada 3 yazıram. Başlanğıc sərf edilən tarazlıq yazmaq istəyirəm. Başlanğıc sərf edilən tarazlığı yazıram və mənə şərtdə görürəm ki, buradan normalda 1 mol azotla 3 mol hidrogen reaksiyaya girir və 2 mol amonyak alınır. 4 mol maddə girir, 2 nə alınır? 2 mol maddə alınacaq. Və buradan görürəm nə qədər itki baş verib? 2 mol itki baş verib. Və buradan görəcəm ki, 4 mol maddə reaksiyaya girəndə nə qədər azalma baş verib? 2 mol azalma baş vermişdir. Və başlanğıc qaz qarışığı 80-dir. 60 burada qalıb. Elə də nə qədər azalma baş verib buradan? 20 litr azalma baş verib. Deməli, mən yazacağım ki, bura 20 litr azalma baş veribsə əgər, nə qədər olacaq bu? Yəni 20 litr 20 mol fərqi yoxdur. Buradan yazıram indi x. X-imiz nə qədər olacaq? 40. Deməli, 40 litr qaz qarışıq reaksiyaya girmişdir. Deməli, burada 40 litr qaz qarışıq reaksiyaya girib. Təxmini bilmək olur ki, bundan 10 girib. Bundan da 30 girib. Deməli, bundan da avtomatik 20 litr alınıb, bundan da tarazlığı 20 litr olacaq. Və bizə şərtdə deyilir, son qaz qarışığında azotun həzm payının 20%-dir. Mən deməli, 60-ın 5də birini tapmalıyam. Yəni 20%-ni 60-ın 5də birini tapıram. Nə qədər deyilir? 12 litr. Deməli, son qaz qarışığında nə qədər qalıb? Yəni, nə qədər artıq azot qalıb? 12 litr. 12 litr artıq qalıbsa, mən bilirəm ki, başlanğıc sərf edilənlə tarazlığın cəminə bərabərdir. Deməli, bizim başlanğıcımız nə qədər olacaq? Azot 22 olacaq. Bunların cəmi nə qədərdir? Bunların cəmi 80-dir. Deməli, mən yazacağım ki, 22 plus, tutaq ki, bunu A yazıram, bərabərdir 80-ə. Ayımız da nə qədərdir? 58-ə bərabər olacaq. Deməli, ilkin qaz qarışığında 58 litr nə varmış? Hidrogen varmış. Və bizə deyir ki, burada ilkin qaz qarışığının hidrogenin həzm payı 58 litr hidrogen vardı və 58-i mən 80-ə böləcəm. Tapmaq istəyirəmsə 58-i böləcəm 80-ə, vuracam 100%-ə. Cavab da eləyəcək 72,5. Cavabımız da eləyəcək B bəndi. Bu qədər.